Salam değerli müəllimlər və yoldaşlar. Bugün sizlərlə sertifikasiya imtahanında düşən sualın üzərində danışacağıq. Bu sualda mənə skriptlər göndərdilər ki, burada problem olduğu qeyd olunur. E, indi problemi qeyd edən müəllimlərimiz də kifayət qədər savadlı kimyaçı müəllimlərimizdir. Məsələ indi burada sualın doğruluğunu və yanlışlığını ortaya çıxarmaqdır təbii ki. İkimiz həllini diskussiya eləmək deyil problemimiz. E, deməli, yoldaşlar, sualın belə deyək də, əmsallaşdırılması, hər hansı bir rəqəmlərlə əmsallaşdırılmasını ümumiyyətlə doğru qəbul eləmirəm mən öz fikrimcə. Nəyə görə? Çünki bəlkə də orada tonlarla fərqli sayda əmsallar yazmaq olar, müxtəlif əmsallar yazmaq olar bəlkə də orada. Bu əmsallar nəyə görə doğru olmaz bəs? Nəyə görə müxtəlif əmsallar vermək olmaz? Burada təbii ki, ümumi verilənlərin sayı alınanların sayına bərabər olmalıdır qaydasına görə elektronların, yəni alanlar, verənlər bərabərləşməlidir də Lorentz formada, budur məğzi. Amma burada yanlışlıq verilən hissə nədir yoldaşlar? Gəlin bir dənə sualın real həllinə birinci baxaq. Natrium plus mis alınır HNO3. Buradan alınır natrium nitrat plus mis nitrat plus tabii ki ikini unutmayaq. Plus natriumdan N2O, misdən isə NO2. Bir də yoldaşlar su alınır. Suyu da ki bir dəqiqə bunu biraz belə yazım, qoy sonra yer lazım olacaq bizə. Sonra bizə bu yerlər lazım olacaq. NO2, N2O, bir də ki su alınır. Su da ki bura yazıram beləcə. Su çox da lazım deyil bizə. Deməli, əmsalları yazdıq yoldaşlar. Əmsalları yazmalıyıq daha doğrusu. İndi əmsalları necə yazmalıyıq? Bax, natriumla misin bizə qramını verir. Amma mənə qram lazım deyil, nə mənada? Qram ən sonuncu işdə, ən sonraki məsələdir. Hələ ki, biz bu sualı molla həll eləməliyik. A mol deyək ki, natrium olsun, B mol da mis olsun bizim əlimizdə. A mol natrium varsa, A mol natriumdan A mol natrium nitrat alınmalıdır. Natrium burada sıfırdan müsbət 1-ə gəlməlidir. Sıfırdan müsbət 1-ə gəlməlidir. Və sıfırdan müsbət 1-ə gələn zaman hər azot bir elektron verir. Hər azot bir elektron verirsə, A mol, üzr istəyirəm, azot nədir? Səhər saat inanırsınız 5-də 6 işləyib. Natriuma baxıb azot deyirəm. Hər natrium bir elektron verir. Hər natrium bir elektron verirsə, A mol natrium deməli A mol elektron verər. Deməli, natrium tərəfindən verilən A mol elektron N2O tərəfindən qəbul edilməlidir. N2O tərəfindən qəbul edilməlidirsə o zaman biz yəni bunu NO2 ilə qarışdırmamalıyıq. Bu elektronları qəbul edən azotlar NO2 gedə bilməz. N2O-ya getməlidirlər. Bunlar bir-birinə qarışdığı üçün sualda problem yaranır. Ona görə yoldaşlar nə etməliyik? Deməli biz burada azotun müsbət 5-dən müsbət 1-ə gəlməsinə görə yazmalıyam ki, azot müsbət 5-dən müsbət 1-ə gələndə 4 elektron qəbul edir. 2 azot olduğu üçün 8 elektron qəbul edir. O zaman yazıram ki, hər nitrat turşusu bu azotun hər deməyim də ikisi, yəni burada bu 1 mol nitrat turşusundan söhbət edirəmsə əgər, burada N2O-ya gəldiyi üçün indeks 2 olduğu üçün, yəni bunun 8 olduğunu qəbul eləməliyəm artıq. Deməli, burada 8 elektron qəbul edir. 8 elektron qəbul edir. O zaman mən burada avtomatik olaraq nə yazmalıyam? Axı mən A qədər elektron vermişəm dedim. Natriumun biri 1 elektron verdi. A molu da A qədər elektron verdi. Birinə 1 elektron verdi natrium. Amma A mol olduğu üçün A mol elektron verdi. Yaxşı, A molunu bəs bu reduksiya edicimizin, daha doğrusu üzr sayın, reduksiya məhsulumuzun, yəni bu N2O-muzun əmsalı 1 olduğu zaman, burada 2 azot var idi. 2 azotdakı dedik, hərəsi 4 elektrondan 8 elektron qəbul edir. Bunun əmsalı 1 olanda 8 elektron qəbul edirsə, biri 8 elektron qəbul edirsə, A mol elektronu X mol qəbul edir. X də bərabərdir A vur 1 böl 8, o da 0,125 A eləyər. Deməli, N2O-nun əmsalı 0,125 A olmalıdır, yoldaşlar.
Yəni natriumun verdiyi A qədər elektron HNO3-dən gələn N2O tərəfindən HNO3 qəbul edib daha doğrusu N2O-ya getməlidir. Bunu digər NO2-yə qatıb qarışdırmaq olmaz, qətiyyən olmaz. Burada sualın belə deyək də kulminasiyası budur. Bunu qarışdıranda da aləm dəri bir-birinə bir neçə yol alınır. Ona görə yoldaşlar, deməli N2O-nun əmsalını 0,125 A yazıram. Gəlin bir balaca bunu bu tərəfə sürüşdürüm, qoy əmsalı qəşəng olsun. Görünsün, qoy heç olmasa bu yazığın əmsalı. N2O alınır və əmsalı da 0,125 A oldu. Bura qədər bir qəbahətli bir şey yoxdursa, davam edək. N2O. İndi davam edirəm misdən yola çıxaq gəlin. Misimiz deməli sıfırdan gəlir müsbət 2-yə. Mis sıfırdan müsbət 2-yə gələn zaman 2 elektron verir. Hər mis 2 elektron verir. Hər mis 2 elektron verirsə, mən əgər B qədər mis daxil eləmişəmsə reaksiyaya, bu reaksiyadan B qədər mis nitrat alınmalıdır. B-ni mütləq yazmalıyam. Bu mütləq olmalıdır. İndi mislər bərabər olsun deyə. İndi burada nə məsələ var? B qədər mis varsa əgər, misin hərəsi 2 elektron verdi. B qədər mis 2B qədər elektron verir. Onda B qədər mis 2B qədər elektron verirsə, bu elektronları NO2-yə gələn azot qəbul eləməlidir. NO2 gələn azot qəbul edirsə, azot müsbət 5-dən müsbət 4-ə gəlir. Müsbət 5-dən müsbət 4-ə gələndə hər NO2-yə gələn azot 1 elektron qəbul edir. Onda yazıram ki, hər azot 1 elektron qəbul, açıq-açıq yazıram da burada görəsiniz deyə. Hər azot 1 elektron qəbul edirsə burada, 2 bmol elektronu qəbul eləmək üçün elə 2 bmol azot olmalıdır. Bunun tənasübü mənə eləyər ki, ehtiyac yoxdur burada. Aydın açıq görərsiniz yəqin ki. Ona görə burada NO2-nin əmsalına isə 2B yazmalıyam. Yəni dediyim kimi, mis tərəfindən B qədər misdən 2B elektron verilir. Bu 2B elektron bu NO2 tərəfindən qəbul edilməlidir. Yenə mən əmsal yazmağa yer saxlamamışam həmçəki kimi. Deməli, 2B-ni də yazıram NO2-nin əmsalına. Bir də burada suyumuz da var. Su da mənə lazım deyil. Yazdıq əmsallarımızı. Deməli, indi burada nə etməliyik? Alınan. Axı bizə reduksiya məhsulları nitrat turşusunun 25% reduksiya olunur deyir. Nitrat turşusunun 25% reduksiya olunursa, o zaman gəlin biz nə edək? Reduksiya olunanlar təbii ki, hansılardır? Bax, ayrıca yazıram bura. Reduksiya olunanlar N2O-ya və NO2 gələn hissəmiz reduce yazıram bura. Reduce. Reduksiya olunan hissəmiz bunlardır. Natrium nitratla mis nitratla ki, bunların oksidaşma reduksiyadan xəbəri yoxdur. İndi buradan ağarmalıyıq biz. N2O ilə NO2-dəki azotların cəmini, çünki reduksiya olunan 25% daxil, bunların cəmini bölməliyik ümumi azotlara, vurmalıyıq 100-ə. Deməli, burada nə edirik? 0,125 A qədər N2O varsa, indeks 2-yə vuranda 0,25 edir. 12, 15 vur 2, 25. Hədə 0,125 A-nı vuranda 2-yə, deməli 0,25 azot burada A qədər. 0,125 A qədər azot N2O-nun içində var. 2B-ni də azotun indeksinə buna vuranda 2B azotda NO2-də var. Deməli 0,125 A plus 2B azot buradadır. Bölürəm bunu. Ümumi azotlara. Ümumi azotlar nədir? Təbii ki, həmin azotları yenidən yazıram. Çünki ümumiyə bölməliyəm də mən bunu. 0,125 A plus 2B plus deməli natrium nitratdakı azot A qədər azot, mis nitratdakı azot plus 2B qədər azot. Yəni bu azotlar, ümumi bütün azotlar. Yəni mən bir də nitrat turşusu əmsalına daha gəlmirəm də, eyni məntiqdə olsa eyni şeydir. Vurulsun 100 bərabərdir 25-ə. Bunları ixtisar yaparsam, mənə nə gəlir? Birbaşa vur 4 bərabərdir 1 yaza bilərəm də. Vur 4 bərabərdir 1. İndi bu tənliyi əldə eləsək yoldaşlar, deməli 4-ə vursam yuxarını A plus 8B, 4-ə vursam yuxarına A plus 8B bərabərdir. 1-i də vursam aşağıya, kəsrin məxrəcinə vursaq, elə 1-ə vurmaq eyni şeydir. Bunları cəmləyib birbaşa yazaq da. 0,25 A-dan A eləyir 1,25 A. Allah, 1,25 deyib 1,2 yazıram. 1,25 A, 2B-nin 2B 4B plus 4B.
4B. Deməli, burada nə etməliyik? A'ları bir tərəfə keçirsək 0,25A 0,25A bərabərdir 4B. 0,25A bərabər 4B. İndi buradan da mənə elə gəlir ki, bunu biz A-nı B ilə ifadə eləmək üçün hər tərəfi 4-ə vuraq ki, qoy 0,25-i 4-ə vuranda 1 eləsin A. 4'e buranda vururam edir 16B. Yəni qoy A-nı B ilə ifadə edeyim də artıq asanlıqla. Deməli buradan A bərabər 16B tapdıq. İndi mənim məqsədim burada qramların, kütlələrin nisbətini tapmaqdır. Deməli burada nə yazmalıyam mən? A mol natrium götürmüşdüm. A mol natriumun qramı 23A qramdır. B mol misin qramı isə 64B qramdır. 23A bölü 64B vurulsun. Vurulsun 100 nədir? Mən faiz istəmir ki, məndən nə var qramda. Sadəcə kütlələrin nisbətini istəyir. Natriumun kütləsi 23A bölünsün 64B bərabərdir. A-nın yerinə 16B yazacağam. A-nın yerinə vuraq 16B yazacağam. Deməli, B-lər buradan ixtisar gedəcək. B-lər ixtisar gedəndə 23 vur 16 böl 64. Bir dənə mən bunu kalkulatorda bölüm. Əslində 16 ilə 64 ixtisar eləsəm 4-də 1. 23-ün də 4-də 1-i, 23-ün də 4-də 1-i, 20-də 5, 3-də də ki 30-da da 30-da da 4 neçə dəfə? 2 tam 7 tamda 5. 5 tam 75 mi eləyir? 0 tam 75-də. Bir dənə dəqiq bölüm qoy. 23 böl 4. 5 tam 75. Əla. Deməli, cavabımız alındı 5 tam 75. Yəni, indi diqqətlə baxsaq, mən burada heç bir əmsal yazmamışam. Heç bir əmsal yazmadan bu cavabı almışam. Sən bir dənə bir şey deyim. Sualda bir problem nə görürəm? Nitrat turşusunun tamamilə reaksiya daxil olduğu verilməlidir. Ola bilər ki, məsələn, indi nitrat turşusu, məsələn, şərti deyirəm də. İndi 10 mol reaksiya daxil olub, məsələn, reaksiyanın 10 mol daxil olub, 10 molundan bir qədəri burada natrium NaOH-ə, bir qədəri mis nitrata gedib, nə bilim N2O-ya, NaOH gedib. İndi məsələn, daxil olan hissəsindən danışanda sual düz gəlir. Amma məsələn, mən bunu 20 mol götürsəm, 10 mol reaksiya daxil olsa, onda reduksiya olan hissəsi faizlə düz gəlməyəcək. Bircə burada, yəni tamamilə reaksiya getmişdir söhbəti olsa, sual daha dolğun, daha yaxşı olar. Amma yenə də belə formada da indi həll eləmək olar. Çünki artıq qalma ilə bağlı hər hansı bir indi gedişat nəzərdə tutulmayıb da, məğzi aydındır da sualım demək olar ki. İndi yəni burada belə deyim, yazılsa daha təbii ki, yaxşı olardı. Orada bir dənə tam reaksiya daxil edib sözü olsa daha yaxşı olardı hər halda. Amma belə də ki, yəni problem çox da ciddi deyil. Əsas problem başqa idi yəni burada. Amma heç bir əmsal yazmadan, hər hansısa bir əmsalı ümumiyyətlə iş görmədən mən bu formada əmsallaşdırdım və bu formada da cavab 5 tam 75 alındı. Deməli, burada əmsallara ehtiyac yoxdur. İndi bir dənə orada əmsallara əslində əmsallarıcı problemə bir baxaq istəyirsinizsə, deməli, orada mənə göndərilən şəkildə bir əmsala baxaq. Təbii ki, yenə deyirəm, yoldaşlar, burada qəti formada, yəni heç bir, belə deyək də, izahı, heç bir müəllimin fikrini nə problemini çıxartmaq, nə və s. Çünki Əhliman müəllim də, orada desən Elbrus müəllimin fikrini deyir. Yəni, onlar ikisi də dəyərli kimyaçılarımızdır. Onların, yəni, yenə deyirəm, fikirlərinə hörmətim başqadır. Sadəcə məsələnin məğzi, yəni, bu son dönəmlərdə indi müəllimlər əlavə bilirsiniz ki, baldan ötürü hər kəs artım məsələsidir. Hər kəs buna düşmək istəyir. Ona görə hər kəs istər-istəməz həvəslənir. Mənə də yazırlar. Sadəcə istəyirəm ki, o yoldaşlar, yəni bu sualın hər halda ora çatdığı zaman onlar doğru olduğunu bildirəcəklər bizə. Ona görə çox da mən təzə göndəriblər sualı. İstəmirəm cəmaət çox da həvəslənsin ki, bəs buradan bizə bal gələcək ya gəlməyəcək. Qoy vəziyyəti görsünlər deyə paylaşıram yəni. Əvvəlcədən yenə deyirəm, sualı izah müəllimdən yenə üzr istəyirəm ki, yəni onun yazdığı üzərində yazmalıyam məcburən ki, buradakı bir problemi göstərim. Buradakı problem deməli nədir? Problem bu əmsallaşdırmada, yoldaşlar. Deməli, NO2-nin
deməli, bax, misimiz burada sıfırdan müsbət 2 gələn zaman 2 elektron düzdür. Verir 3 mol misdəki deyək 6 mol, 6 ilə elektron verdi də. Burada 6 mol elektron verilir. Burada verilən 6 mol elektron NO2-yə gələn azotlar tərəfindən qəbul olunmalıdır. Çünki misdən NO2 alınır. Ona görə yoldaşlar, indi burada NO2-nin qarşısına biz əmsalına 1 vermişiksə, NO2-nin əmsalına 1 verəndə, axı hər NO2 1 elektron qəbul edir. İndi bizim nitrat turşumuzda misimiz 6 mol elektron verdi. NO2-də 1 mol olduğu üçün 1 mol NO2-də 1 mol elektron qəbul elədi. Buradakı 6 mol verdi, bu 1 mol qəbul elədi. Təbii ki, bu alış-verişdə, bu al-verdi də. 6 verdinsə 1 qəbul eləmək olmaz. Yəni 6 verdinsə 6 qəbul eləməlisən. Çünki alınanlar, verilənlər bərabər olmalıdır. Ona görə burada NO2 mis ilə uyğun gəlmədiyi üçün və N2O da ki, misin verdiyini məcburən N2O-ya yükləməli olduğumuz üçün uyğun gəlmir. N2O da misdən alınmadığı üçün problem yaranır. Yenə dediyim kimi, üzr istəyirəm, yəni müəllimlərin yazdığı üzərində məcburən göstərməliyəm. Belə yoldaşlar, yəni düşünürəm ki, bir də o məhlul məsələsi ilə bağlı da inşallah yəni bu günə yəqin ki bir açıqlama verilər. Sualın üzərində əgər sualda problem olarsa məhlullarda, yəni şərt aydın olmazsa məhlul sualında inşallah orada müəllimlərin xeyrinə bir bal veriləcək, xeyrinə təbii ki qəbul olunacaq. Çünki müəllimlərlə hər halda heç kim düşmən deyil. Ona görə də yəni orada əgər şərt konkret olaraq açıq, aydın olmazsa ictimaiyyətə açıqlanandan sonra o sual üçün bal veriləcək inşallah. Amma bu sual üçün yəni hər hansı bir problem olduğunu düşünmürəm. Bircə orada tam reaksiya söhbəti olsa daha yaxşı olardı. İndi o da ki yoldaşlar, belə deyək də sualın məğzi ayrı yerdən getdiyi üçün indi ona diqqət olunmuyor, eybi yox. Belə yoldaşlar yəni. Diqqətiniz üçün minnətdarım.